Dünya Kupası'na geçelim abi. Türkiye Dünya Kupası'nda mücadele edecek. Türkiye'yi Dünya Kupası'nda nerede görüyorsun? En fazla nereye kadar gidebilir Türkiyəni sence? Dünya Kupasında yenə də hər getdiyi turnirlərdə həm Türkiyəni həm Azərbaycanı çox böyük sevincə boğur, qərq edir. Düzdür, hər maçında yanımızda dərmanlar, ilaçlar da gəzdiririk. Yəni o həyəcana qəlb dayanmır, Tabii. ürək dayanmır. Amma qazandığı nəticələrlə hər zaman adından söz etdirməyə bacarıb. Hazırki Montella'nın ən böyük şanslarından biri hazırki Türkiyə millisi çox önəmli nəslə, Güzel bir jenerasyonumuz çox var. yeni Evet. nəsil futbolçular toplaşıb, jenerasyonu var və bir çox Avropada oynayır, böyük təcrübəyə sahibdir. Avropanın ən önəmli klublarında oynayır. Top 5 liqdə klub ən önəmli Bu çok zirvə büyük şans. yapan klublarda oynayır. Yəni o böyük bir şansdır və Montella da çox düzgün addım atıldı Montella'nın saxlanılması. Yəni Montella bəzən deyilir, niyə forvetsiz oynayırıq, hücumda Çox top eleştirilir. saxlaya bilmirik, 3-cü bölgədə top çox qalmır və s. Amma adam yekunda nəticə əldə etməyə bacarır. Sən vətən millət Sakarya deyib hücum edirsən, nə bilim bəziləri kimi taktik yox, bom eləyirsən, yekunda bom eləyirlər, qalırsan yerində. Yəni irəliyə Az önce bilmirsən. dedik ki mesela Türk teknik direktörler genelde oyunculara dokunur. Montella bunların istisnası. Yabancı olarak Montella, gerçekten hani Türkiye'de de çalıştığı için çok iyi Montella oyunculara Türk benziyor. futbolunda yəni başına gələn son illərdə ən gözəl iş hadisədir. Katılıyorum abi. Montella insan olaraq, xarakter olaraq da, yəni təsəvvür edin, adam bayaq sizinlə bir söz söylədik. Həm saha içi, həm saha dışını. Evet. Saha içini nə qədər uğurlu idarə edirsə, saha dışında bəlkə də 4-5 kəs efor sərf eləyir, saha dışını həll etmək üçün. Basını, Orası Türkiyə çok futbolunun həm belə deyək də, futbol camiasını, yəni bu çox çətin məsələlərdir mən düşünürəm. Dediğin Yəni gibi bunun şöyle bir örnek üzərindən vereyim abi. Kazandığı maçlardan sonra bile santraforsuz oynattığı için eleştiriliyor. O da cevabı şu şekilde vermişti. Sonuçta kazanıyoruz, sonuç alıyoruz. əlbəttə Yani nəticə kazandığı qazanır. maçlarda bile eleştiriliyor. 24 il sonra sən dünya çempionu apardın. Yani özet bu yani. Əlbəttə. Yani başarılı olduğu sürece Yəni Türkiyə milli komandası düşünürəm Amerikada növbəti dəfə uğur qazana bilər. Düzdür, Türkiyə futbolundan milli komandasına bağlı nə zaman deyiblər ki, qrupu zəif qrupdur, rahat çıxar və s. Onda işlər heç də asan hiç belli olmur. olmaz abi. Azerbaycan'daki şampiyonada maalesef çok büyük hüsran Dünya yaşamıştı. çempionatı, bura hər komanda, sən necə Paragvaya, Avstraliyaya 3 puan gözü ilə baxırsansa, onlar da sənə eyni Tabii. gözlə baxırlar. Hiç Yəni garanti değil. burada hər kəs hazır gəlir, hər kəsin hədəfi var. Odur ki, öz taktikli durumuna sadiqlik nümayiş elətdirməlisən, oyun fəlsəfənə sadiq olmalısan. Futbolçular daha mental olaraq hazır olmalıdırlar, diri qalmalıdırlar. Yəni bunu xüsusilə qeyd etmək lazımdır.